Sevimli şagirdlər, hörmətli valideynlər, bugün sizləri riyaziyyatdan çox maraqlı bir mövzu ilə tanış edəcəyik. Mövzumuz bizim üçün çox maraqlıdır, çünki həyatda hər zaman bizə gərəkli olan, həyatda hər zaman əhəmiyyətini qeyd etdiyimiz mövzulardan biridir. Gəlin mövzumuza başlamazdan öncə mövzumuzla bağlı bir cizgi filminə tamaşa edək. Əziz uşaqlar, biz cizgi filmə tamaşa edərkən bizə aydın oldu ki, burada həndəsi fiqurlar verilib və Patrik top oynayarkən öz topunu itirir, həndəsi fiqurların arasına qarışır. Patrik öz topunu həndəsi fiqurların arasından tapa bilmir. Bunun üçün yoldaşlarını köməyə çağırır. Yoldaşları fikir verdiniz, orada həndəsi fiqurları rənginə görə ayırır. Yenə Patrikin topu digər rəngli həndəsi fiqurların arasında qalır. Bunun üçün Patrik fikirləşir ki, həndəsi fiqurlar formasına görə ayırsın və formasına görə ayırmaqla öz topunu tapır. Deməli, həndəsi fiqurları biz ayırmaqla onları rənginə, formasına və ölçüsünə görə qruplaşdıra bilərik. Bizim bugünkü dərsimiz həndəsi fiqurların qruplaşdırılması adlanır. Gəlin həndəsi fiqurların qruplaşdırılmasına aid bir neçə təsvirlərə müraciət edək. Burada qarışıq həndəsi fiqurlar verilib. Görürsünüz ki, müxtəlif rəngli, müxtəlif ölçülü, müxtəlif formalı həndəsi fiqurlar var. Gəlin biz onları ayıraq və müəyyən edək ki, həmin həndəsi fiqurlar necə qruplaşdırılıb. Diqqətlə baxırıq, görürük ki, həndəsi fiqurlar nisbətən iri həcmli həndəsi fiqurlar bir tərəfdə, eyni formalı kiçik həndəsi fiqurlar isə bir tərəfə ayrılıb. Deməli, həndəsi fiqurlar ölçüsünə görə qruplaşdırılmışdır. Yenə bizə qarışıq həndəsi fiqurlar verilib və biz buradan həndəsi fiqurun necə qruplaşdırıldığını müəyyən edək. Diqqətlə baxırıq. Rəngləri, ölçüləri müxtəlif olsa da, formalarına görə həndəsi fiqurlar eyni qruplaşdırılmışdır. Deməli, burada həndəsi fiqurlar formasına görə qruplaşdırılıb. Yenə diqqət yetiririk həndəsi fiqurlara və müəyyən edək, burada hansı əlamətinə görə həndəsi fiqurlarımız qruplaşdırılıb. Və aydın görünür ki, həndəsi fiqurlar rənginə görə qruplaşdırılıbdır. Və bir günləri biz müəyyən etdik ki, həndəsi fiqurlar formasına, ölçüsünə, rənginə görə qruplaşır. Və görəsən həndəsi fiqurlar eyni olsaydı nə olardı? Bütün həndəsi fiqurlar eyni olsaydı nə olardı? Bu tədqiqat sualının ətrafında biz müzakirələr aparmaqdan ötürü mən sizi bu günləri qruplarla işlədəcəm. Sizi həndəsi fiqurların adı ilə qruplara ayıracağam. Gördüyünüz kimi, üçbucaq, kvadrat, dairə, düzbucaqlı formada biz qruplara ayırmışıq. Qruplarla işləmək qaydası ilə biz artıq tanışıq. Qruplarla işləyərkən nizam qaydalarına əməl edirik, yoldaşlarımızın fikrinə hörmətlə yanaşırıq, əməkdaşlıq edirik və təbii ki,
vaxta qənaət etmək lazımdır və vaxt müddəti başa çatdıqdan sonra biz qrupların işlərini müzakirə edəcəyik. Gəlin qrupların işinə müraciət edək. Bizim qruplarımızdan birində verilən suallar belə xarakter daşıyır. Şəklə baxın. Kvadratlar göy, üçbucaqlar sarı, düzbucaqlı qırmızı, dairələr narıncı rəngdə rəyləyin. Yəni, bunun sizə verilən tapşırıqdır. Biz diqqətlə baxırıq kvadratlara və verilən kvadratları gördüyünüz kimi digər olan kvadratları da biz göy, üçbucaqları sarı, düzbucaqlıları qırmızı, dairələri narıncı rəngdə rəyləyirik və onlara uyğun rənglər də bizə tapşırığın sağ hissəsində verilib. Bu qrupun ikinci sualında isə verilmişdir. Fiqurları verilmiş əlamətinə görə qruplaşdırın və riyazi ifadəsini yazın. Biz yenə verilən təsvirlərə nəzər yetiririk və görürük ki, bizə yazılıb fiqurların yuxarı hissəsində ölçüsünə görə qruplaşdırılması və ölçüsünə görə biz müəyyən edib fiqurları riyazi ifadə yazmalıyıq. Nəzər yetirsək görərik ki, burada olan fiqurların ölçüsünə görə qruplaşıbdır. Yəni, 2 böyük ölçülü fiqurumuz, digər isə eyni ölçülü 5 fiqurumuz var. Formasına görə riyazi ifadənin yazılması və biz nəzər yetiririk ki, burada 2 həndəsi fiqur var formasına görə kvadrat və dairə. Deməli, kvadratların sayı müəyyən edirik 4, dairələrin sayı isə 3. Deməli, 4 plus 3 şəklində riyazi ifadəni yazmalıyıq. Daha sonra isə 3-cü tapşırığımızda verilib tanqram qurmaq. Tanqram bilirsiniz ki, kvadratın 7 yerə bölünmüş hissəsidir. Həmin hissədən istifadə edərək biz müxtəlif modellər qura bilərik. Belə ki, insan şəkli, gəmi modeli, dovşan şəkli, digər belə əşyaların şəkillərini yarada bilərik. Bugün isə burada biz adam fiqurunu, modelini yaratmalıyıq. Gəlin biz indi sualların cavablarına nəzər yetirək, görək yoldaşlarımız bu sualı necə cavablandırıb. Və nəzər yetiririk ki, bizim fikirləşdiyimiz kimi bu qrup öz suallarını düzgün cavablandırıbdır. Hər birinə diqqətlə nəzər yetiririk. Bəli, rənglərinə görə, qruplara görə, qruplaşdırmaya görə və tanqramın qurulmasına görə qrupun işi dəqiq yerinə yetirilib. Gəlin digər qruplarımızın işlərini müzakirə edək. Bu qrupda isə bizə verilib. Sxemdə verilmiş fiqurların sayı qədər xana rəyləyin və sayını yazın. Görürsünüz ki, bu sxemdə bizə həndəsi fiqurlar verilib və həmin fiqurların sayı qədər biz xanaları rəyləməliyik. Və həmin fiqurların rəngi isə aşağıda bizə göstərilib, hansı fiqurun qarşısında olan damaları, xanaları hansı rənglə rəyləməliyik. Və biz müraciət edirik həndəsi fiqurların birgə olduğu yerə, oradan fiqurların sayını müəyyən edib, qarşısında damanı rəngləyirik. Digər bizim sualımız isə verilmiş riyazi ifadələrdə hansı əlamətlər nəzərə alınmışdır? Yenə biz diqqət yetiririk. Burada isə bizə digər qrupumuzun içindən fərqli olaraq riyazi ifadələr verilib və riyazi ifadələr həndəsi fiqurların hansı əlamətinə görə qruplaşmanı qeyd etməsi göstərilib. Biz indi isə bu riyazi ifadələrə uyğun olaraq həndəsi fiqurların əlamətlərinin necə qruplaşdırıldığını müəyyən edəcəyik. Gəlin diqqət yetirək. 4, 3 fikir veririk. Burada 4 kvadrat, 3 dairə var. Deməli, riyazi ifadə həndəsi fiqurların formasına görə qruplaşmışdır. Burada isə 2, 5 ədədi yazılıb. Aydın görünür ki, burada 2 rəng var. 2 rəngli fiqurumuz və 5 rəngli fiqurumuz var. Deməli, biz bu riyazi ifadənin yanına rənginə görə sözünü əlavə etməliyik. Üçüncü sualımızda isə ardıcıllığı tamamlayın. Yenə bizə fiqurlar verilib və fiqurlara biz nəzər yetiririk. Sonuncu fiqurumuza baxırıq. Üçbucaq həm də yaşıl rəngdə və ondan sonra gələn ardıcıllığı davam etdiririk. İndi isə gəlin sualların dəqiq cavablarını bir daha nəzərdən keçirək.
Gördüyünüz kimi birinci sualımızda fiqurların qarşı tərəfi rənglənib, onların sayına uyğun olaraq rənglənib və qeyd olunub sayları. İkinci sualımızda isə yenə riyazi ifadənin üst hissəsində həndəsi fiqurlar hansı əlamətlərinə görə qruplaşıbsa, həmin sözlər əlavə olunub. Və üçüncü tapşırığımızda da ardıcıllığı düzgün tamamlayıblar. Gəlin digər suallarımızı yenə müzakirə edək. Bu qrupun sualında isə verilib. Bizə 2 üçbucaq, müxtəlif rəngli və bir dairə verilib. Fiqurlara aid olduqları hissədə çəkin. Görürsünüz ki, bizə Venn diaqramı tərtib olunub. Venn diaqramının üzərində bizə verilən yuxarıdakı fiqurları yerləşdirməliyik. Bu Venn diaqramına nəzər yetirsək, biz görərik ki, müxtəlif formalı, eyni rəngli fiqurlar verilib. Digər hissədə isə eyni formalı, müxtəlif rəngli fiqurlarımız verilib və ortada isə həm eyni formalı, həm də eyni rəngli fiqurlarımız təsvir olunub. Və bunun üçün biz birinci üçbucağı rənginə uyğun olaraq qırmızı üçbucağı ortada yerləşdiririk. Digər rəngindən asılı olmayaraq forması eyni olduğuna görə üçbucağı gətirib üçbucaqların yanında yerləşdiririk. Dairəni isə yenə rənginə görə digər başlanğıc olan Venn diaqramının əvvəlində yerləşdirmiş oluruq. İkinci sualımızda isə verilib, şəklə uyğun riyazi ifadəni göstərin. Bizə dairələr verilib və verilən dairələrinin üçünü isə biz oradan silmişik, götürmüşük. Bunun üçün riyazi ifadə qurmalıyıq. Dairələrin saylarını sayırıq və oradan 3 dairəni çıxırıq. Həndəsi fiqurlardan raket qurun. Həndəsi fiqurların vasitəsilə müxtəlif formaları biz modelləri yarada bilərik. Burada isə verilmiş həndəsi fiqurların formasından istifadə edərək raket qurmalıyıq. Gəlin suallara nəzər yetirək. Və gördüyümüz kimi, qeyd etdiyim kimi Venn diaqramı düzgün yerinə yetirilib və onlar həm üçbucağı, həm dairəni, həm digər üçbucağı düzgün yerləşdiriblər. Və riyazi ifadəni də 9 dairədən 3-ünü götürüblər, 9 çıxılsın 3 riyazi ifadəsini yazıblar. Həndəsi fiqurlardan raket qurun ayrı-ayrı hissələrə verilmişdi. Həmin hissələrdən isə yoldaşlarımız raket qurublar. Digər sualımıza nəzər yetiririk. Digər qrupun sualında isə birinci sualında şəklə əsasən həndəsi fiqurların sayını müəyyənləşdirin. Və gördüyünüz kimi bizə robot verilib və burada həndəsi fiqurların demək olar ki, əhatəsindədir bu əşyanın fiquru. Biz həmin həndəsi fiqurları qeyd etmişik. Hər birinin sayını buradan saymaq şərti ilə qarşısında qeyd etməliyik. Biz kvadratlara baxırıq, üçbucaqlara nəzər yetiririk, düzbucaqlılara, dairəyə nəzər yetirib hər birinin sayını qarşısına qeyd etməliyik. Digər sualımızda isə verilmiş həndəsi fiqurlardan 2 qrup seçin. Bəli, biz qeyd etdik ki, həndəsi fiqurlar əlamətlərinə görə, formasına, ölçüsünə, rənginə görə qruplaşır. Burada isə biz həmin o qruplaşmanın ikisini qeyd etməliyik. Həndəsi fiqurlar qarışıq verilib, verilən hissələrdə biz onları müəyyən edərək rənginə, formasına görə qrup seçə bilərik. Biz yanaşırıq bura. Burada eyni formalı dairələri verə bilərik, eyni formalı kvadratları, eyni formalı üçbucaqları təsvir edə bilərik və bu formasına görə qrup seçmiş oluruq. Digər xanada isə biz rənginə görə müəyyən edib, rənginə görə fiqurları yerləşdirə bilərik. Yaşıl rəngli, qırmızı rəngli, mavi rəngli fiqurları yerləşdirməklə müəyyən bir qrupu ayırmış oluruq. Və bizim üçüncü sualımız isə nəzər yetirirsiniz. Görürsünüz ki, riyazi ifadələri həndəsi fiqurların köməyi ilə yazmaq və cavabını əldə etməkdir. Bizə verilən bir nümunədə diqqətlə nəzər yetiririk.
cəm burada 7-dir və üçbucaq, bir də kvadrat verilib. Üçbucağın 3 tərəfi, kvadratın 4 tərəfi olduğuna görə biz 3 ilə 4-ü toplamaqla 7-ni əldə etmiş oluruq. Bu qaydaya əsaslanaraq digər riyazi ifadəni yazmaqla onun həllini tapmış oluruq. Belə ki, kvadratlar verildiyinə görə 4 plus 4 yazmaqla 8 rəqəmini almış oluruq. Gəlin suallarımıza bir daha nəzər yetirək. Gördüyünüz kimi və dərsin müzakirəsində də qeyd etdiyim kimi yoldaşlarımız bu qrupun işini düzgün yerinə yetiriblər. Hər birində fiqurların saylarını qarşısına qeyd etməklə, digər sualımızda isə həndəsi fiqurların əlamətlərinə uyğun olaraq müəyyən qruplar seçiblər. Daha sonra isə riyazi ifadə də düzgün yerinə yetirilib və 8 ədədini əldə etmiş olublar. Bəli, biz bu günləri qrupların işi ilə tanış olduq, yoldaşlarımızın fikirlərini dinlədik və bütün həndəsi fiqurlar eyni olsaydı nə olardı? Bizim belə bir tədqiqat sualımız var idi və biz bu tədqiqat sualına aid öz fikirlərimizi qeyd edərkən bir daha əmin olduq ki, həndəsi fiqurlar eyni olsaydı, biz bizə verilən raket şəklini, modelini qura bilməzdik, klonun yarada bilməzdik, Patrik öz topunu əldə edə bilməzdi. Yoldaşları həndəsi fiqurlar eyni olsaydı, ona köməklik göstərə bilməzdi. Biz dərsimizdə öyrəndik ki, həndəsi fiqurlar eyni olsaydı, müxtəlif formalı əşyaları yaratmaq olmazdı. Həmin əşyalar bizim həyatımızın bəzən bəzəyinə çevrilir və biz o gözəllikdən həzz almış oluruq. Bugün bu sizin bu dərsdə öyrəndiklərinizdir. Daha sonralar müxtəlif sahələrdə öyrənəcəksiniz ki, həndəsi fiqurların formasından istifadə etməklə müxtəlif sahələrdə istifadə olunur və həmin sahələr bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Deməli, həndəsi fiqurların bizim həyatımızda əhəmiyyəti çox böyükdür. Belə ki, naxışların salınmasında, tarixi abidələrinin formasının, quruluşunun verilməsində həndəsi fiqurların rolu çox böyükdür. Gəlin görək, bu gözəlliyi yaratmaq üçün həndəsi fiqurlardan necə istifadə olunub. Əziz uşaqlar, bu gördükləriniz bizim böyüklərimizin yaratdığı gözəlliklərdir. Həm xalça işində, həm tarixi abidələrimizin quruluşunda, formasında, digər sahələrdə böyüklərin yaratdığı həndəsi fiqurların forması ilə olan əməkləridir. Mən istərdim ki, sizlər də həndəsi fiqurlardan istifadə etməklə özünüzün yaşınıza uyğun olaraq müəyyən bir əşyaları yaradasınız. Bunun üçün mən sizə bir tapşırıq verəcəm. Siz həmin tapşırıqdan istifadə edərək albom hazırlayacaqsınız. Gəlin tapşırığımıza nəzər yetirək. Mənim fiqurlarım adlı albom hazırlamaq. Albomun üst səhifəsi gördüyünüz kimi burada təsvir olunub. Siz öz adınızı qeyd edəsiniz üst hissəsinə və burada həndəsi fiqurları təsvir edəsiniz. Digər hissəsində isə, yəni iç qabığında isə siz həndəsi fiqurların formasından istifadə edərək ağac şəkli, qar adamı, klon, digər əşyalar yarada bilərsiniz. Mən əminəm ki, siz bunu gözəl yerinə yetirəcəksiniz. Bugün uşaqlar biz həndəsi fiqurlar, onların əhəmiyyəti, tətbiq sahələri ilə tanış olduq. Mən əminəm ki, siz bu dərsdən çox faydalanacaqsınız və sizə gələcək təhsilinizdə uğurlar arzulayıram.